Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz non-finite forms of the verb, feilin şəxsiz formaları. Feilin şəxsiz formalarından biri gerunddur. Bildiyimiz kimi ingilis dilində feilin şəxsli və şəxsiz forması vardır. Bunlar şəxsli formalar finite forms of the verb və şəxsiz formalar non-finite forms of the verb. Feilin şəxsiz formalarına nələr aiddir? Feilin şəxsiz formalarına məzdər, infinitiv, feili sifət, participle və gerund daxildir. Azərbaycan dilində gerund kimi bir forma yoxdur. Buna görə bəziləri üçün bu mövzunu anlamaq çətin olur. Gəlin baxaq görək, nə deməkdir gerund? Gerund nədir? Ən birinci biz gerundun formasını öyrənməliyik. Gerund feilin sonuna ayıncı şəkilçisi əlavə etməklə düzəlir. Məsələn, to smoke, sigaret çəkmək, smoking, çəkmə, sigaret çəkmə. To dance, rəqs etmək, dancing, rəqs etmə, rəqs. Gerund həm isim, həm də feili xüsusiyyətlərinə malikdir və cümlədə müxtəlif funksiyalarında işlənə bilər. Gerundun funksiyalarına baxaq. Gerund cümlədə mübtada funksiyasında çıxış edə bilər. Məsələn, traveling is a very adventurous thing. Səyahət çox macəralı bir şeydir. Nə səyahət? Traveling. Burada gerund mübtada funksiyasındadır. Tamamlıq, vasitəli tamamlıq ola bilər, vasitəsiz tamamlıq ola bilər. Məsələn, he likes playing the guitar. O, gitara çalmağı xoşlayır. O nə xoşlayır? Gitara. Nəyi xoşlayır? Gitara çalmağı xoşlayır. Burada playing the guitar vasitəli tamamlıqdır. He is good at playing the guitar. O gitara çalmaqda bacarıqlıdır. Nədə bacarıqlıdır? Gitara çalmaqda. Burada isə vasitəsiz tamamlıq funksiyasında çıxış edir. Predikativ. Nədir predikativ? Predikativ ismi xəbərin ad hissəsidir. Gerund cümlədə ismi xəbərin ad hissəsi funksiyasında çıxış edə bilər. Məsələn, his fault is coming late. Onun səhvi gec gəlməkdədir. Burada is coming bizdə ismi xəbərin ad hissəsidir. Zərflik funksiyasında ola bilər. He left without saying a word. O, heç nə demədən çıxıb getdi. Nə etmədən, heç nə demədən zərflik funksiyasındadır. Təyin funksiyasında, bu funksiyada gerund həmişə sözün ilişlənir. Məsələn, I like her way of teaching Spanish. Mən onun İspan dili dərs deməyini xoşlayıram. İspan dili öyrətməyini xoşlayıram. Nəyi xoşlayıram? Of teaching. Of teaching, İspan dili tədris etməyini xoşlayıram. Diqqət, gəlin diqqət edək. Çox mühüm bir məsələdir. Məsələn, yadda saxlayaq ki, gerund heç vaxt artikla işlədilmir. Əgər siz sonu ayıncı ilə bitən feilin qarşısında artikl görürsünüzsə və yaxud heç bu feil deyil, ola bilər ki, sadəcə olaraq siz görürsünüz ki, bu sözün sonu ayıncı ilə bitir, amma qarşısında artikl var. Deməli, bu gerund deyil, bu isimdir. Çünki gerund artikl götürmür. Gerund heç vaxt cəmlənmir. Əgər ayıncılı sözün sonunu cəm şəkilçisi s ilə görürüksə, bu deməkdir ki, bu isimdir. Bu gerund deyil, çünki gerund cəmlənə bilmir. Gerund sözünü ilə işlədilir. Gerund cümlə əvvəlində işlənərsə, o cümlədə mübtada olmamalıdır. Gerund mübtada vəzifəsində çıxış edirsə cümləmizdə, həmin cümlədə mübtada olmamalıdır. Cümlədə mübtada varsa, onda ayıncılı söz gerund deyil, feili sifətdir. Feili sifət participle one. Məsələn, jogging helps me to lose weight. Deməli, qaçış mənə, hoppanma mənə çəkimi itirməkdə köməklik edir. Nə? Hoppanma. Cümlədə mübtada yoxdur, deməli jogging gerunddur. Gəlin ikinci cümləyə baxaq. Seeing my friend, I ran toward her.
Dostumu görüncə mən ona tərəf qaçdım. Kim qaçdı? Mən qaçdım. Cümləmizdə mübtada var. Deməli, cümlənin əvvəlində gələn seeing gerund ola bilməz. Cümlədə mübtada var. Deməli, seeing gerund deyil. Gerund cümlə əvvəlində mübtada funksiyasında olarsa, həmin cümlədə xəbər üçüncü şəxsin təkində olmalıdır. Gerund mübtadadırsa, cümlənin əvvəlində ing-li söz gəlirsə də və siz cümlədə başqa bir mübtada görmürsünüzsə də, deməli, ing-li söz gerunddur və həmin cümlədə xəbər üçüncü şəxsin təkində olmalıdır. Üçüncü şəxsin təki necə olur? Məsələn, is, was, has, does, comes feilin sonu is, plays, spends, gives və s. Burada sadəcə olaraq nümunələr verilir. Məsələn, using a computer saves a lot of time. Kompüter istifadəsi çox vaxta aparır. Bağışlayın. Kompüter istifadəsi çox vaxta qənaət edir. Nə qənaət edir vaxta? Kompüter istifadə. Burada using cümləmizin mübtadasıdır və xəbərimiz də üçüncü şəxsin təkindədir. Gerund yəlik əvəzliklərindən və yəlik halında olan isimdən sonra işlənə bilir. Məsələn, my speaking, mənim danışığım. Burada speaking, danışıq, yəlik əvəzliyi my'dan sonra gəlir. Jane's coming, Jane'in gəlişi. Burada isə coming gerunddur, yəlik halında olan isimdən sonra işlənir. Cümlədə bəzən elə feillər var ki, onlar özlərindən sonra yalnız gerund tələb edir. Yəni, bu feillər cümləmizdə varsa da, biz onlardan sonra digər bir feil işlətməliyiksə də, biz həmin feili gerund formasında, ing-li formada işlətməliyik. Bunlar hansı feillərdir? Give up, keep on, go on, carry on, put off, postpone, delay, finish, avoid, enjoy, mind, excuse, miss, deny, admit, consider, suggest, imagine, involve, mind, risk, practice. Bu feillər özlərindən sonra gerund tələb edir və biz bu feilləri əzbər bilməliyik. Lakin elə feillər var ki, onlardan sonra biz gerundda işlədə bilərik, məstər, infinitiv də işlədə bilərik. Aşağıdakı feillərdən sonra məstər və ya gerundun işlənməsindən asılı olaraq cümlənin mənası dəyişmir. Yəni, biz bu feillərdən sonra gerundda işlətsək, məstər də işlətsək, heç bir mənada dəyişiklik olmur. Hansı feillərdir ki, özlərindən sonra həm gerund, həm də məstər götürə bilər? Bunlar like, dislike, would like, love, hate, begin, start, continue, prefer, intend, propose. Bu feillərdən sonra biz gerundda işlədə bilərik, məstərdə işlədə bilərik və heç bir məna dəyişmir. Lakin aşağıdakı feillərdən sonra məstər və ya gerundun işlənməsindən asılı olaraq cümlənin mənası dəyişir. Məsələn, remember, xatırlamaq, yadda saxlamaq. Əgər biz nə isə xatırladıq ki, eləməli idik, amma etməmişik, burada biz gerund istifadə edirik. Yox, yadımıza düşdü ki, nə isə etməliyik, hələ indən sonra nə isə etməliyik. Burada to-lu məstər işlənir. Stop, dayanmaq, dayandırmaq. Əgər biz hər hansı bir işimizi digər iş davam etmək üçün dayandırırıqsa da, burada biz gerund işlədirik. Yox, ümumiyyətlə, hər hansı biri, yox, üzr istəyirəm, əgər biz hər hansı bir ümumiyyətlə işimizi tərk edib dayandırmaq istəyiriksə, biz burada gerund işlədirik. Əgər hansısa bir işimizi dayandırıb digər işi davam etmək istəyiriksə, başqa bir işə başlamaq istəyiriksə, burada artıq məstər işlədirik. Forget, unutmaq.
Nəsə bir işi görməyi unutmuşuq. Artıq o işi görməliydik, amma görməmişik, unutduq, keçdi, getdi. Unutmaq, forget feilindən sonra gerund işlənir. Yox, hələ biz hansısa bir işi görməliyik, amma bu haqda unutmuşuq. Burada artıq to-lu məzdər işlənir. Məsələn, I stopped smoking last month. Mən keçən ay siqaret çəkməyi dayandırdım. Ümumiyyətlə, bu işdən əl çəkdim. Dayandırdım bu işi, tərk etdim bu işi. Deməli, biz burada stop feilindən sonra hər hansı bir işə ümumiyyətlə dayandırmışıqsa, stop vermişiksə, gerunddur. Amma I stopped to smoke a cigarette. Mən siqaret çəkməyi dayandırdım. Ümumiyyətlə atmadım. Siqaret çəkirdim, dayandırdım və I stopped to smoke a cigarette. Yəni gördüyüm işi dayandırdım ki, siqaret çəkim. Hansısa bir işi görürdüm, həmin o işi dayandırdım. Nə üçün dayandırdım? Dayandırdım ki, siqaret çəkim. Bax, burada artıq stop feilindən sonra məzdər işlənir. Gördüyüm işi dayandırıb, siqaret çəkdim. Aşağıdakı feillərdən sonra heç vaxt gerund işlənmir. Yalnız məzdər işlənir. Məsələn, want, istəmək, expect, gözləmək, ummaq, offer, təklif etmək, try, çalışmaq, cəhd etmək, decide, qərara gəlmək, plan, planlaşdırmaq, promise, söz vermək, hope, ümid etmək, learn, öyrənmək, refuse, rədd etmək. Bu feilləri əzbər bilmək lazımdır. Bu feillərdən sonra gerund işlənmir, yalnız məzdər işlənir. Feilin digər şəxslənməyən formalarından da biri participle'dır, feili sifət. Feili sifət ingilis dilində iki cür olur. İndiki zaman feili sifət. Bu adlanır the present participle, participle one və keçmiş zaman feili sifət. The past participle, participle two. Gəlin bunların fərqinə baxaq. İndiki zaman feili sifət, participle one. Bu V4 feilin dördüncü formasıdır. Feilin qarşısından to, yəni maq məzdər hissəciyi atılmaqla feilin sonuna ayıncı artırmaqla düzəlir. Eyni ilə gerund necə düzəlir? Gerund da feilin sonuna ayıncı artırmaqla düzəlir. Participle one da feilin sonuna ayıncı artırmaqla düzəlir. Bunları biz necə fərqləndiririk? İndi biz dərs zamanı bunların hamısını öyrənəcəyik. Come, gəlmək, coming, gələn. Məsələn, əgər bu gerund olsaydı, bu bizdə gəliş kimi tərcüm olardı. Run, qaçmaq, running, qaçan. Əgər bu gerund olsaydı, bu bizdə qaçış kimi tərcüm olunardı. İndiki zaman feili sifəti davam edici zamanların be, to be feilin üstünə feil ayınceli düzəlməsində istifadə olunur. Məsələn, biz bilirik ki, davam edici zamanlar bizdə to be feilinin formaları və əsas feilin sonu ayıncı ilə əmələ gəlir. Deməli, davam edici zamanlarda istifadə etdiyimiz ayınceli feil participle one'dır. İndiki zaman feili sifətdir. Bunu biz gerundla qarışdırmayaq. Biz axı görürük ki, bu burada bizdə indiki davam edici zamandır. İndiki davam edici zamanın tərkibində ayınceli feil, participle one indiki zaman feili sifətdir. Məsələn, they are watering the trees now. Onlar indi ağacları sulayır. Və yaxud keçmiş zaman forması they were watering the trees at that time last night. Onlar keçən gecə bu vaxtı ağacları sulayırdılar. They will be watering the trees at this time tomorrow. Onlar sabah bu vaxtı ağacları sulayacaqlar. Yadda saxlayaq ki, continuous zaman formalarının tərkibində olan ayınceli feil participle one indiki zaman feili sifətdir. İndiki zaman feili sifəti cümlədə zərflik funksiyasında işlənir və bu zaman tez-tez while və when bağlayıcılarından istifadə olunur. Məsələn, while having dinner, we discussed many questions. Nahar edərkən biz çox sualları müzakirə etdik. Burada having
participle one, yəni indiki zaman fiili sifətdir. When going home, I met an old friend of mine. Evə gedərkən mən dostlarımdan birini gördüm. Burada going participle one'dır. Yadda saxlayaq ki, while və when bağlayıcılarından sonra gələn ing fiil participle one'dır və burada zərflik funksiyasında istifadə olunur. İndiki zaman fiili sifəti təyin etdiyi isimdən həm əvvəl, məsəl üçün, article burada ismin artiklıdır, ing-li fiil və isim, həm də sonra isim, sonra ing-li fiil işlənə bilir. Participle one-ın izah edici sözləri olmazsa, o isimdən əvvəl işlənir. İzah edici sözlər nədir? Tamamlıq var, zərf var və s. olarsa, isimdən sonra işlənir. Və bu qayda participle to, yəni keçmiş zaman fiili sifət üçün də keçərlidir. Məsələn, the playing boy is my brother. Oynayan oğlan mənim qardaşımdır. Gəlin bunun quruluşuna baxaq. The, bu bizim boy ismimizə aiddir. Playing, oynayan oğlan. Burada playing sözü isimdən əvvəl işlənir və burada playing participle one, yəni indiki zaman fiili sifətdir. The boy playing in the yard is my brother. Həyətdə oynayan oğlan mənim qardaşımdır. Burada playing fiili sifətdir. Sadəcə olaraq isimdən sonra işlənib. Niyə? Çünki ismi izah edici sözlər var. Həyətdə oynayan oğlan. Hansı oğlan? Həyətdə oynayan oğlan mənim qardaşımdır. Yadda saxlayaq ki, participle one fiili sifət isimdən əvvəl və isimdən sonra da işlənə bilər. İndiki zaman fiili sifəti cümlənin əvvəlində işlənərsə, o cümlədə mübtəda olmalıdır. Cümlədə mübtəda varsa, onda ing-li söz fiili sifətdir, participle one-dır. Mübtəda yoxdursa, ing-li söz gerunddur. Bunu mən gerundu izah edəndə də dedim. Gəlin, baxaq cümləyə. Reading English books, you enlarge your vocabulary. Gəlin, cümləyə diqqət edək. Bizim cümləmizdə you mübtəda var. Deməli, əgər cümləmizdə mübtəda varsa, ing-li söz participle one-dır, indiki zaman fiili sifətdir. O qətiyyən artıq gerund ola bilməz. Reading, ikinci cümləyə fikir verək. Reading English books enlarges your vocabulary. Gəlin, diqqət edək. Bizim cümləmizdə reading English books enlarges your vocabulary heç bir mübtəda yoxdur. Deməli, burada reading elə cümləmizin mübtədasıdır. Əgər reading ing-li söz cümlənin mübtədasıdırsa, deməli, həmin söz elə gerunddur. İndiki zaman fiili sifəti cümlədə tərzi hərəkət zərfliyi funksiyasında işlənir. Tərzi hərəkət necə, nə cür funksiyasında işlənir? After the exam, she went out crying. İmtahandan sonra o ağlayaraq getdi. O necə getdi? Nə cür getdi? Ağlayaraq getdi. Heç vaxtı participle one-la gerundu səhv salmayın. Düzdür. Gerund da söz önlərindən sonra işlənir. Burada da söz önümüz var out. Sadəcə olaraq burada crying participle one-dır. Biz axı görürük ki, bu tərzi hərəkət zərfliyidir. Deməli, bu gerund ola bilməz. Bu participle one-dır. İndiki zaman fiili sifət kompleks object, mürəkkəb tamamlıq kimi işlənir. Biz bilirik ki, mürəkkəb tamamlıqda bizim fiillərimiz 3 kateqoriyaya aiddir. Və ikinci kateqoriyaya aid olan fiillərimiz see, hear, feel, observe, watch, notice özlərindən sonra gələn ikinci tamamlıq kimi fiili ya to-suz məzdər ilə ya da ing-li ilə götürürlər. Və bu ing-li ilə kompleks object mürəkkəb tamamlıqda olan ing-li fiil elə participle one-dır, yəni indiki zaman fiili sifətdir. I saw him entering the house, mən onu evə girən gördüm. Keçmiş zaman fiili sifət participle to adlanır. Verb 3, yəni fiilin üçüncü forması.
Keçmiş zaman feili sifət formasını düzəldərkən feillər iki yerə ayrılır. Qaydalı feillər, regular verbs, ed əlavə olunur. To ask soruşmaq, asked soruşulmuş. Qaydasız feillər isə kökdən dəyişir. Break sındırmaq, broken sınmış. Keçmiş zaman feili sifəti bitmiş zamanların, perfect zamanların düzəlməsində işlənir. Məsələn, have, has, had, participle to, present perfect, past perfect, ümumiyyətlə perfect bitmiş zamanlar köməkçi have, has feillərin forması və participle to keçmiş zaman feili sifəti ilə düzəlir. Məsələn, recently they have watered the trees. Bu yaxınlarda onlar ağacları suladılar. They had watered the trees before I came. Mən gəlməmişdən əvvəl onlar ağacları sulamışdılar. They will have watered the trees by the time I come. Mən gələnə qədər onlar ağacları sulayacaqlar. Yəni, mən gələn vaxta qədər. Hər bir yerdə burada biz watered bu qaydalı feildir. Burada perfect zaman formalarında işlənibdir. Participle to, yəni keçmiş zaman feili sifətdir. Keçmiş zaman feili sifəti həmçinin məchul növün be və participle to düzəlməsində işlənir. Məchul növ to be feilinin formaları və əsas feilin keçmiş zaman feili sifət, yəni participle to ilə düzəlir. The bridge was built only last year. Körpü yalnız keçən il tikilmişdi, bərpa olunmuşdu, inşa olunmuşdu. Was built, körpü nə edilmişdi? İnşa olunmuşdu. Burada was built məchul növdür, built participle to'dur. English is spoken all over the world. İngilis dili bütün dünyada danışılır. Danışılır. Nə danışılır? İngilis dili danışılır. Məchul növdədir bizim cümləmiz. Spoken participle to'dur. Keçmiş zaman feili sifəti həm isimdən əvvəl, həm də isimdən sonra işlədə bilərik. Məsələn, Nərmin looked at the broken vase. Nərmin sınmış vaza baxdı. Sınmış, necə vaza? Nə cür vaza? Sınmış, broken. Burada broken isimdən əvvəl işlənir. Nəzrin looked at the vase broken by Xəyyam. Nəzrin Xəyyam tərəfindən sındırılmış vaza baxdı. Burada da sındırılmış by Xəyyam, broken participle to'dur. Amma bu cümlədə artıq bizdə isimdən sonra işlənir. Gəlin ING-li isimləri də ayırt edək özümüz üçün. Sonra onları biz gerund, participle one ilə səhv salmayaq. İsim, ING-li isim kimi, məsəl üçün, article ilə işlədilir. The building, bina, a painting, rəsm, the drawing, rəsm. The building of the bridge took a long time. Burada the building of the bridge took a long time. Körpünün tikilməsi çox vaxt apardı. I enjoy drawing cats. Mən deməli pişiklərin şəklini çəkməyi xoşlayıram. I enjoy, burada bizdə enjoy feili var. Enjoy feili bilirik ki, özümüzdən sonra gerund qəbul edir. Bu gerunddur. I have a drawing of a cat. Məndə mənim pişiyin şəkli var. I have a drawing of a cat. Burada isə drawing isimdir. ING-li sözlər əgər cəmlənirsə, deməli bunlar isimdilər. Buildings, binalar, paintings, rəsimlər, drawings, rəsimlər, feelings, hisslər. Drawings of Michelangelo are kept in the Taylor's Museums. Michelangelo'nun rəsimləri Taylor muzeyində saxlanılır. Yəlik əvəzliklərindən və yəlik halında olan isimdən sonra işlənir və cəmlənir. Burada isimlər yəlik əvəzliklərindən və yəlik halda olan isimdən sonra da işlənə bilir. ING-li isimlər sadəcə olaraq bunları biz gərək gerunddan qarışdırmayaq. Gerunddan fərqli olaraq bunlar cəmlənə bilir. İsim daxı, məsələn,
Mona Lisa is one of Leonardo da Vinci's paintings painted between 1503 and 1517. Mona Lisa, Leonardo da Vinci'nin rəsmlərindən biridir. Rəsmlər 1503-1517 aralıqlarında çəkilmişdir. She hasn't really taken his feelings into account. Feelings, hisslərini, hisslər burada feelings isimdir. Sifətdən sonra işlənir. Məsələn, article isimə aiddir, sifət və sonra ing-li söz. Məsələn, a new building, yeni bina. A famous painting, məşhur rəsm. A painful feeling, ağrıdıcı his. This memory carried him sadly and sweetly back to those painful feelings. Painful feelings. Feelings burada isimdir, cəmlənib, özündən əvvəl sifət götürübdür. A cold feeling began in the pit of her stomach. Burada feeling, his isimdir, artiklı var, özündən əvvəl sifət işlənibdir. Bunları biz gərək tam əzbər öyrənək ki, qətiyyən participle one-la gerundu qarışdırmayaq. Çünki onların oxşar cəhətləri çoxdur, amma tamamilə fərqli-fərqli. Məsdər. Məsdərdə feilin şəxsiz formalarından biridir. Məsdər feildən, sifətdən, isimdən, qeyri-müəyyən əvəzliklərdən və sual sözlərindən sonra işlənə bilir. We agreed to meet on Sunday. Burada agree feilindən sonra məsdər işlənir. I am happy to be here. It isn't easy to learn Arabic. Yadda saxlayaq, bizdə agree feili özündən sonra məsdər götürür. Əgər bizim quruluşumuz to be feili, sifət özündən sonra feili məsdər formasında götürür. Buyurun, to be feili, sifət özündən sonra feili məsdər formasında götürür. We made a promise to visit them next week. Burada deməli bu bizim sabit birləşməmiz, make a promise. Make a promise sabit birləşmələrdən sonra bizdə məsdər to'lu formasında işlənməlidir. She waited for someone to open the door. Qeyri-müəyyən əvəzliklərdən sonra she waited for someone to open the door. Qeyri-müəyyən əvəzliklərdən sonra məsdər işlənib. I don't know what to do. Sual sözündən sonra məsdər işlənib. Gəlin diqqət edək, feildən sonra işlənə bilər məsdər, sifətdən sonra məsdər işlənir, isimdən sonra məsdər işlənir, qeyri-müəyyən əvəzliklərdən sonra məsdər işlənir, sual sözündən sonra məsdər işlənir. Bunlar artıq used to, going to, in order to özlərindən sonra məsdər tələb edirlər. Feillər var ki, biz bu feilləri bayaqda keçdik gerundu keçəndə, feillər var ki, özlərindən sonra məsdər to qəbul edir. Afford, agree, arrange, ask, begin, choose, continue, decide, demand, fail, forget, hate, help, hope, intend, learn, like, love, manage, mean, need, offer, plan, prefer, pretend, promise, refuse, remember, start, try, want. Bu feilləri əzbər bilmək lazımdır. Mütləq bu feilləri əzbər bilmək lazımdır ki, bu feillərdən sonra məsdər işlənir və yaxud bu feillər özlərindən sonra tamamlıq götürüb, digər ikinci tamamlığı isə məsdər formasında to'lu infinitiv qəbul edir. Advise, allow, ask, beg, choose, expect, forbid, hate, help, intend, invite, like, love, need, order, permit, prefer, persuade, promise, recommend, remind, teach, tell, want, wish. Bu feilləri mütləq şəkildə əzbər bilmək lazımdır. Və yaxud da ki, to be feili və sifət, sonra isə məsdər to'lu işlənir. It is easy to, it's difficult to,
be hard to, it's possible to, it's impossible to, it's important to, it is necessary to, it's exciting to, be adjective to, be adjective to, it's ifadəsindən sonra, it's ifadəsindən sonra bizdə sifət gəlirsə də, bax, burada mən bir fiili dedim, xeyr, burada it's ifadəsidir. It's ifadəsindən sonra sifət, sonra isə məslərimiz to ilə gəlir. Bəs burada isə be, sifət və to. Be happy to, be afraid to, be angry to, be sorry to, be eager to, be glad to, be proud to, be upset to, be ready to, be surprised to, be right to, be wrong to, be pleased to, be sad to, be excited to. To, very, sifət və to və yaxud sifət enough to. Bu 7-ci sinifin qaydasıdır. Bunların çoxsu 7-ci sinifin, 8-ci sinifin qaydalarıdır. Əgər bizdə sifət qarşısında to və yaxud very varsa, biz ondan sonra məsdər to-lu infinitiv işlətməliyik. Və yaxud sifət enough, məsdər to-lu infinitiv işlətməliyik. Yadda saxlayaq ki, to, very sifətdən əvvəl işlənir, enough isə sifətdən sonra işlənir. Boring to, enough to, too high to, too cold to, too hot to, too hard to, too dangerous to, too expensive to. Noun frezlərdən sonra a good idea to, pleasure to, honor to, good manner to, it is a pity to, he is a nice person to, make an attempt to, make a decision to, give an opportunity to, have an ability to, have a wish to, have a chance to. Indefinite pronouns, yani qeyri-müəyyən əvəzliklərindən sonra to, question words, yani ki, sual sözlərindən sonra da biz məsdəri to-lu infinitiv, yəni to-lu məsdər işlətməliyik. Bunların hamısını öyrənmək lazımdır. Gəlin testlərdə tanış olaq. Birinci testimiz. Choose sentences with the gerund. Gerund olan cümlələri seçin. For years, scientists and researchers used it for communicating. Birinci cümlədə söz önü və ing-li söz. For communicating. Deməli, bu gerunddur. He focused on inventing a new machine. Bu ikinci cümlədə on söz önü, ing-li söz, deməli bu gerunddur. While investigating this problem, he invented the telephone. Üçüncü cümlədə while və when-dən sonra gələn ing-li söz participle one'dır. Bu gerund deyil. I can't imagine Eva leaving my village. Imagine fiili özündən sonra gerund tələb edir. Leaving gerunddur. The arriving of spring brought lots of beauties. The arriving article işlənib. Deməli, bu isimdir. Bu cümlədə bizdə gerund olan cümlələrimiz bir dəqiqə birinci, ikinci və dördüncüdür. İkinci testə baxaq. Choose the sentences with the gerund. The father noticed his little son playing with wood scraps. Diqqət edək. Notice bu cümlə kompleks object cümləsidir, mürəkkəb tamamlıq cümləsidir. Noticed özündən sonra birinci tamamlıq götürür his little son və ikinci tamamlığı ing ilə götürürsə bu participle one'dır. Participle one fiili sifətdir. Bu gerund deyil. The child denied stealing the piece of candy. Deny özündən sonra gerund tələb edir. Deməli, ikinci cümləmizdə gerund var. He was obsessed by the idea of helping the deaf. Of helping söz önündən sonra işlənib. Deməli, bu gerunddur. One of the aim is the building of schools for displaced people. Dördüncü cümlədə the building article işlənib. Deməli, bu isimdir. Throughout history, people have invented methods for communicating. Söz önündən sonra işlənən ing-li sözümüz gerunddur. Düzgün cavab burada 2, 3 və 5'tir.